Və Azərbaycan Respublikası dəvət edildi. Ən böyük nümayəndə heyəti, ən böyük idmançı heyəti məhz Azərbaycan Respublikasınındadır. 356 nəfərlik heyətə malikik. 223 kişi, 133'ü qadınların yarışında mübarizə aparacaq. Və Azərbaycan Prezidenti İlham Əliyev və Respublikanın birinci vitse-prezidenti Mehriban Əliyeva da bizim idmançılarımızı salamlayır və qeyd edim ki, ümumiyyətlə bu oyunlarda yeganə komandadır ki, bütün yarışlarda iştirak edəcək. 23 növ üzrə yarışın hamısında biz Respublikamızın idmançılarının mübarizəsini görəcəyik. Və cənab prezidentin nəvələrini də gördük yanında. Onlar da idmançılarımızı salamlayırlar, alqışlayırlar. Belə bir mötəbər tədbirlər Azərbaycanda çox keçirilir, bildiyiniz kimi Fikret müəllim. Ancaq sonuncu dəfə biz 2015 və 2017-ci il Avropa oyunları və İslam oyunlarını yada sala bilərik ki, belə bir möhtəşəmlik var idi. Bakıda idisə, bu artıq Bakıdan kənarda, Gəncədədir. Qədim şəhərimizdə Azərbaycanın gözü bəbəyi olan Gəncədə keçirilir. Bizim bayraktarlarımız Zenfira Həsənzadə, Taekwondo üzrə Avropa çempionatının gümüş mükafatçısı, Avropa birinciliğinin qalibi və tanınmış karateçimiz Asiman Qurbanlı, 3 qat Avropa çempionu, Minsk'te keçirilən Avropa oyunlarının qalibi, Konya'da İslam həmrəyliyi oyunlarının çempionu və nəhayət dünya çempionatının gümüş mükafatçısı. Yəni bizim digər idmançılarımız da bax belə titulludur. Onların arasında da qələbəyə namizədlər çoxdur və Azərbaycan komandasının bu yarışlarda dediyimiz kimi liderlər qrupunda olacağına biz şübhə eləmir, inanırıq.